Montaj prosesi artıq yekunlaşıbdır. Bu gördüyünüz kimi izosistem pəncərələrlə evimizin montajını yekunlaşdırmışıq. Birinci mərtəbələr bu hündürlük, bütövlükdə izosistem bu pəncərədir. 3 metrə yaxın hündürlüyü. HBŞB sistemdir. İkinci mərtəbələrdə də HBŞB sistemdir. Profil olaraq Asistal Türkiyə istehsalı istifadə etmişik. Mexanizmlər Geo və Zgenia Almanya istehsalı mexanizmlərdən istifadə etmişik. İzosistem digər sistemlərə baxanda əlverişlidir. Nə üçün? Enerjiyə qənaət edir. Bu böyüklükdə evi adicə, yəni istilik sistemini qoşduqda digər sistemlərə nəzərən daha tez ev isti olur qışda. Yəni izolyasiya cəhətdən daha əlverişli sistemdir. Müştərimiz üçün xeyirlisi olsun. Bütün pəncərələr karolajla işlənibdir, antrasit rəngdədir. Digər videolarına da pəncərələrin işləməsini çəkib təqdim edəcəyik.